Salam dostlar. Bugünkü əsas mövzumuz yenə də CTF. Bu dəfə biz Freestylux CTF-i test edəcəyik. Mən keçən dərslərdə məsələn GoldenEye, Bulldog və bir çox CTF-lərdə olan fərqliliklər haqqında danışdım və orada birinə brute force hücum elədik, məsələn GoldenEye-da reverse shell-lar elədik və növbəti mərhələyə keçirəm. Çalışın like verməyi unutmayın və nə qədər çox baxış olarsa bir o qədər irəli mövzulara həmişə dediyim kimi toxunacağam. Deməli Freestylux CTF-i bax buradan yükləyəcəksiniz. Bax yuxarıda URL görünür. 1.3 versiyası və aşağıdan gəlib download-u vuranda elə gözləyirsiniz bu yüklənir. Baxın bu yüklənir bura. İndi mən yükləmirəm, məndə var deyə. Üzərinə tıklayaraq, yəni belə deyək, düşəcək bura. Və bu CTF-i belə qıracaq. İndi mən sistemdə sizə göstərəcəm. Demək ki, bunun MAC adresini biz dəyişəcəyik. Bu CTF-in kuralı budur. Networkda görürsünüz MAC adresi var. MAC adresi mən burada MAC-ı 08 dəyişməsəz işləməz. Çünki CTF-in kuralı 00 məsələn 27 məsələn belə deyək də A5 yox, düz istəyirəm. Caps lock A5 və orada qoyuram A6 və 76 MAC adresinə qoyuram. Yəni 08 20 27 A5 A6 76. Və burada həmişə olduğu kimi müəyyən displaydə VMSG eləyirik, hata etsin deyə. Network təbii ki, bridge olmalıdır, çünki Kali ilə eyni ortamda olsunlar. Və mən onu eləyəndən sonra yandırıram Freestylux-ı və Freestylux CTF-in kurallarına uyğun burada hansı boşluqlar olacaq, necə olacaq, mən sizə bir-bir onları da başa salacağam. Yenə deyirəm, təkcə CTF qırma bizi kiber təhlükəsizlik uzmanı eləyə bilməz. Müəyyən boşluqları anlamaq, sistemləri anlamaq cəhətdən yaxşıdır. İnşallah irəli düzey mövzulara da mən toxunacağam. Nə qədər vaxtım olduqca inşallah. Belə bir hata verərsə əgər, belə hata verərsə nə edərik? Bağlayıram. Əgər hata olmazsa əl vurmayın, amma hata olarsa gəlirsiniz sistemə. Sistemdən bax bu 2 dənə bu görürsünüz bu hissədə hardware clock falan UTC bu hissədə belə çıxarırsınız, təzədən yandırırsınız. Bəzən olur bu hatalar, yəni olarsa eləyin, olmazsa yəni heç dəlməyin, elə birbaşa açılacaq. Yəni indi mən göstərəcəm. Belə. İndi açıldı. Baxın, Freestylux CTF açılanda artıq görəcəksiniz, bax bu şəkildə açılmalıdır. Baxın, açılır. İndi yəqin ki, hatalar görünməz. Əla. Və görürsünüz, bu sistem aşağıdan belə xət getdirsə, bilin ki, açıldı. CentOS aşağıda yazı 6.7 versiya və sistem açıldı. İndi aşağı atırıq, həmişə olduğu kimi. Gəlirik Kali Linux'a. Kali Linux'un da həmişə dediyim kimi network-u birbaşa bridge olacaq və start verəcəyik. Ondan sonra əməliyyatlarımızı Kali Linux'un üzərisindən, yəni Pentera sitəsimizə aparacağıq. Yəni belə deyim, buradan indi başlayaq. Çalışın mövzulara ardıcıl baxın ki, bir-birindən belə deyək də zəncirvaridir, ona görə başa düşəsiz. Yəni baş mövzulardan ta yeni qoşulanlara aiddir. Baxa-baxa gedin, eləncə daha aydın olacaq sizlərə. İnşallah mən çalışdıqca nə qədər çox baxış, nə qədər çox like, paylaşın səhifəmizi və nə qədər çox belə deyək də görərəmsə, inşallah dairəli mövzulara toxunacağam. Açıldı sistemimiz. Və indi Kali Linux'dan Pentera sitəsi aparacağıq. Bunu tam böyük ekran eləyim. Daha rahat olsun bizim üçün. Gəli bura. Root. 5 deyik. Ay, üzü istəyəm, gəldim, ara çıxdım. Deməli, indi gəlik hara? Mən indi gələm, misal göstərirəm. Birinci növbədə nə edirik? Həmişə kimi net discovery edəcəyik, IP-ni tapmaq üçün. Zoom eləyək bura hissəni biraz, yəni böyük olsun ekran. Sudo su və root və net discover. Məndə IP oranı aralığı həmişə xətt R 192.168.100.0/24 qoyuram. Səbəb mən demişim net discovery-nin IP oranı 3 rəqəm neçədirsə, məsələn məndə 100-ə kimidir, 100-dən sonra dəyişir. Sonuncu rəqəm 0.24 qoyuruz ki, diapazondan axtarıb tapsın. Və indi baxacağıq, GmbH olanda biz bilirik, sonuncu GmbH olan, ağır elədim buranı. 129 bizim IP-imizdir, aşağıda özü istəyəm, 129. Gəlir ZMAP-lə baxırıq, görək burada hansı boşluqlarımız var. ZMAP-lə tarama keçiririk portları, roota vururuq, bunu aşağı eləyək və 129, 192.168.100.129 və gəlir scanning eləyik, axtarırıq hansı portlarda boşluq var. Mən gələcək dərslərdə nə qədər çox təpki görərəmsə, like görərəmsə, inşallah öz CTF-lərimizi necə quracağıq, onu da sizlərə başa salacağım. Daha dərinə gedəcək inşallah. Beləncə takip etməyi belə deyək, unutmayın. Like verməyi də unutmayın.
Yəni beləncə sayımız artsın. Həmçinin sual vermək istəyənlər, yenə deyirəm, səhifənin infosunda, Instagramda CyberShield var. İnfosundan da baxa bilərsiniz YouTube-un. Həmçinin TikTokda varam. Harda sual vermək istəsəz, yəni o mövzulardan falan oradan əlaqə yarada bilərsiniz mənimlə. Səhifənin infosunda həm saytım, həm Instagram, həm TikTok hamısı var. Yəni oradan keçib onlara da abunə olsanız sevinərəm. Belə, indi axtarır. Məsələn, 80-ci port açıqdır, tamam, biz gəlirik. Və burada belə bir məntiq var. Deməli, 129-a keçirəm, bunu aşağı atdım. Təbii həmişə kimi 129-a indi keçirəm. Amma burp suite bağlayın. Hələ ki istifadə eləmirik. 192.168.100.129 və geri sistemə. FreeStylux, əla. Amma təhlükəsiz bir şey var. Gizli qovluqların axtarılması. O gizli qovluqlar brut kimi də, yəni kitabxana ilə axtarılır və burada hansı qovluq ola bilər? Mən qabaqcadan bilirəm ki, məsələn, misal göstərəm, biz əsasda saytların əksəriyyətində robots.txt olur. Məsələn, robots.txt bir dəqiqə. Görürsünüz, yazır ki, burada Cola var, Sishi var, bir var. Yəni sitevlərdə belə olur. Əslində saytlarda da bu olur, robots.txt. Hansı səhifələrə giriş çıxışları falan oradan lore diləsini tənzimləmək olur və sistemlərin axtarışına falan rol oynayır həmçinin axtarış sistemində. Yəni bu çox saytların əksəriyyət, yəni saytlarda bu olur robots.txt və CTF-lərdə də bunu yönəldici kimi qoyublar. Onu yəni sizlərin nəzərinizə çatdırım. Robots.txt həmişə baxın CTF-də. Baxın burada ay söz düz yazma bir dəqiqə. Aha, üzr istəyirəm. Robots.txt gəlir, bax görürsünüz Cola var, Sishi var. O deməkdir ki, mən buradan ay üzr istəyirəm, araya getdim amma mən. Mən buradan Robots-a keçsəm, keçsəm Cola. Özləri qoyublar da maraqçını görürsünüz, içində Sishi, Cola və bir sürü var. Gizli qovluğa axtarma deyəndə nə yarada düşür? Məsələn, mən buradan OpenTrnahi eləsəm və əslində gizli qovluqları bax belə axtarmışam. Hansı qovluqlar var, içində hansı direktoriyalara, yəni directory nədir? Yerləşdiyin yerdə, yönəlmə yeri. Onlara getmək olar. Mən burada yazıram Feroxbuster. Feroxbuster məndə olmadığından və sizdə də olmayacaq. Yes vurursan, gizli qovluğu axtarmaq çox əla bir proqram təminatdır və yes vurur, enter və yüklənməyə başlayır. Və bunun vasitəsilə biz gizli qovluqların nəyin harda yerləşdiyini falan görəcəyik. İndi yükləsin mənim kompüterima və ondan sonra biz bir axtarış metodu qoyacaq. Feroxbuster-la görək, tarayıcı, görək, tapa biləcəyim. Misal göstərirəm. Əslində bütün CTF-lərin kuralları belədir. Taradıq MF ya ZMF-lə fərq eləmir. Bir neçə tarama metodları var. Mən bunlar haqqında məlumat verəcəm. Ondan sonra gəldik, baxdıq. Təbii ki, gizli qovluqlar Feroxbuster-la baxdı, hansı qovluqlar slashdan sonra ola bilər falan kimi şeylər. Ondan sonra içinə keçdik, sağ klik, inspect elədik, gizli sözlər varmı? Məsələn, deyək ki, gəldik buradan inspect'a vurdum və baxmaq istəsəm. Bir dəqiqə üzrəm. Və yaxud da belə eləyək də view page search. Görürsünüz? Image search burada gizlədilə bilər. Bu CTF-lərin kurallarıdır. Biz bunu GoldenEye-də də görmüşük. Sonra Bulldog'da da biz onu gördük. GVT üzərindən idi Bulldog CTF-i qırılması. Amma burada indi Feroxbuster. Mənə deyir ki, sən düz deyir. Sudo su. Mən yəqin ki Feroxbuster bir dənə baxaq. Yəqin mən şey olmadım. İndi yəqin ona görə update istəyir. apt update üzr istəyirəm. Update eləmədən düzdür. Bəzən mən çoxdan da update eləmirəm. Update, upgrade həmişə eləyin. Çünki bunlar olmayanda ümumiyyətlə proqram təminatlarının yüklənməsi istəyir serverdə, istəyir qayda problem törədir. Ona görə çalışın bunları eləyin. Update eləməmişdən mən indi elədim. Əslində düzgün deyil. Enter. Yes, enter. Всё. Getdi. Əla. İndi artıq yükləyəcək. Heç bir problem də olmayacaq. Gördünüz 100% yüklüdür. Çünki həm ruta keçmək lazımdır ki, müəyyən şeylərdə icazə vermir. Feroxbuster göy rəngdə oldu. İndi Feroxbuster necədir? Xətt U. Məsələn, hansı? Məsələn, deyək ki, bax, bu saytı mən gizli qovluqlarına qarşı scanning eləyəcəm. Məsələn, mən gələm bura. Ondan sonra nə deyirəm? Xətt W. Hansı kitabxanadan? VSR. Məsələn, deyək. Share. Paylaşım. İndi deyəcəm harada? Bir dəqiqə üzr istəyirəm. Word list qovluğu var. Biz ondan istifadə eləmişik. Deyir, bu yunda istifadə edir Buster və common.txt və hansı fayllar üzrə axtaracaq. Mən bir də bunu böyük eləyim ki, buradan yazmanız sizə daha rahat olsun. Çünki bayağı uzun çəkir o kod. Məsələn, deyirəm ki, mənə txt/php/html. Yəni bu şeylərə görə mənə nə ver?
tarama şey ver. Aha, bir dənə baxaq gör hamı. User share common text'dən keçdi, W-muzu verdi. Acaba nədə problemimiz oldu? Aha, Dirbuster'dan keç common text'dən. Aha, bir dənə burada bir şeyimiz var. Mənə gəlir ki, mən burada səhv eləmişəm. Text'də bunu T yox, bunu X üzrə axtar. Nəyi? Bunları axtar. Gördünüz getdi. Yəni burada belə bir komanda Feroxbuster mənim üçün bu IP üzrə, yəni domain-də IP-də fərq eləmir. İndi bizdə IP-dir. User share word list-in içindən Dirbuster common text-in içindən, yəni axtar TXT, PHP proqramlaşdırma dilinə aid ümumiyyətlə nə fayllar varsa bir buraxda. Görsən yazır ki, məsələn burada mən sağ knopka vurub kopyalasam ya da üstünə vuranda elə bunu açılmalı idi əslində. Diye gözü istəyəm. Yox, açılmasa da. Burada Cola, CC1, yəni milyonlarla burada şey axtar tapır. Gizli qovluqları bilsə, nə varsa. Buna rol oynayır. Və bu hardan tapır bunu? Mən indi əslində Big TXT ilə də eləmək olar, belə də eləmək olar. Məsələn, Common yox, ən böyüyü Big TXT. O Big TXT-ni zadı hardan tapır? İndi göstərəcəm. Yəni havadan götürmür onu. Big TXT. Ən böyüyü Big TXT gözü axtarır. Slash'dan sonra hansı qovluqlar burada varsa, onu əllə belə tutub baxa bilməzsən, bilmirsən orada nə var, nə yoxdur. İndi mən axtarmıram, çünki mən hazırda bilirəm, yəni onun yolunu göstərirəm. Və hardan axtarır, tapır. İndi misal open folder, gəlirik bura file system və USR, share və word list. Word listdən sonra gəlirik baxaq. Üz üstdən beynim bir anlıq getdi. Aha, word list Dirbuster. Və burada görürük Big TXT, burada görürük Common TXT, hansı ki buradan götürmüşdü, Common'u Big'i görürsünüz. Və Common üstünə baxırsan, o kitabxanaların içindən seçir də, orada uyğun gəlirsə admin panel falan kimi şeylər bir sürü oradan yığışdırır oradan və yaxud da ki Big TXT-ni də buradan götürür, ən böyük Big TXT. Yəni brut kimi də belə düşünək, o faylları axtar ki, ona uyğun olan fayl söz varsa bizə desin. Təbii ki, biz qabaqcadan bildiyimizə görə burada bir Freesty var. Freesty'yə keçirik, belə bir məzəli bir şey görürük və CTF-lərin kuralıdır. Biz onu necə qıracaq, necəyik onun haqqında danışsam. Məsələn, sağ knopka yenə də View Search. Və burada görsəz deyir by azep. Bizə işarə verir ki, user azepdir. Ümumiyyətlə CTF-in kuralları var. CTF həm öyrədici, həm belə necə deyim, bir növ şey kimi də, trinajör kimi. Və orada bir neçəsi əslində kural çoxsunda oxşuyur, amma fərqli ola bilər. Çətin qırılan CTF qrupları da var. Amma bu bizə hücumlarda etik çərçivədə eləməyimizə kömək edir hücumlarımızı. Və user azep. Mən bunu kopyalayıram. Və kopyaladığım kimi də həmən user azepi gətirib qoyuram bura. Pass selection. Və aşağılara gəlirəm. Aşağılarda təbii ki, kriptoqrafik bir işarə də bizə verəcək. Baxın, burada belə bir şey, şifrələmə göstərir. Baxın, mən buradan götürürəm. Mən bəzi şeylər Lord Lonca deyirəm ki, yeni qoşulanlar var, başa düşməyə bilərlər. Ona görə bəzi şeyləri daha sadə dillə anlatmağa çalışıram. Bu hissəni kopyalayırıq və copy. Yəni bu hissəni kopyaladım ki, bunun içərisində olanı, bax buranı kopyaladım. Bu əslində bərabərlə qurtardığına görə, görürsünüz bu hissə bərabərlə bitdiyinə görə base 64-ə oxşuyur. Ona görə yazıram base 64 decode. Yəni bunun şifrəni çöz. Decode nədir? Şifrədən çöz. Encode nədir? Şifrəyə, yəni şifrələ. Və gəlir bura, yapışdırıram bura. Agree şərtləri qəbul edirik. Yapışdıraq bura. Gəlir bura. Decode. Və görürük ki, burada dekod oldu. Aha, belə bir şey. Amma bizə bir dənə bir şey verir. Deyir, bu şifrəni çözdüm, amma PNG şəkil formatındadır. Deməli, burada bir məntiq var. Şifrəni çözdüyü şəkildir. Bu nə xarakter? Deməli, base'in 64 image decode. Şəkil kodu. Ha, belə bir şey gəlir. Deməli, o şəkildir. İndi göstərəcəm. Bu da stenografiya kimi göstərmək olar. Çünki şəkili şifrələyiblər. İndi base 64 image KKK belə bir şey gördük. Sağ knopka save image as. Gətireyim onu elə desktopda save eləyək və doğrudan da mən gələm içinə girəm. Görürəm ki, qardaş bu şəkildir. Deməli bir məntiq var. Biz bayaq nə tapdıq? Freesty'də biz tapdıq. Baxın, çox maraqlıdır. Azep. Copy selection. Ctrl V və bizim şəkildə hara getdi o şəkil? Bir dəqiqə üzü istəməm. Şəkildə açaq, elə bu şəkildə bura. Bir də mən onunla uğraşmıram ki, şəkili hərfə yaz falan vaxt aparmasın. Elə özüm oradakini yazacağım. Məsələn, deyək ki, Q, E, K, K, E, K, K, E, məsələn, K, K, E, bu nə qədər K-dır burada.
Şu. Bunu yazdım. Login. Əla. Login successfully. Yəni deyir ki, sən uğurla buradan keçdin falan kimi şeylər. Bax belə. Birinci mərhələ keçəndən sonra bizim daha irəli mövzumuz qalır. Misal göstərirəm. Əslində burada belə bir məntiq var. Mən bura upload eləməyi görəndə birinci reverse shell-dan söhbət gedir. Reverse shell varsa, deməli bura sızma metodu var. Upload. Bura gəl select image upload deyir. Bura bir dənə şəkildən image, yəni bir şəkil falan yükləyə bilərsən. Burada da bizim köməyimizə keçən dərsdə biz qurduğumuz, təbii ki, biz bunu şey dərsində nədir, Bulldog dərsində Foxy Proxy quraşdırmışdıq. Çalışın yenə deyəm, dərslərə ardıcıl baxın, like verməyi unutmayın və ardıcıl olsa zəncirvari gediş olacaq. Yoxsa oradan buradan baxsa içinə başlaşmayırsınız. Mən çalışdığım qədər kömək eləyəcəm, başlaşıram. İnsanlar var, öyrənmək istəyir, maraqlar var. Ona görə müəyyən qədər, çalışdığım qədər o şeylərdən mən paylaşacağım. Sizdən tələb olunan, yəni xahişim odur ki, like verin, daha çox baxış olsun. Yəni bu da məni bir növ sevindirsin ki, baxış var. İnşallah gəlir bu hissəyə. Deməli mən indi necəm? Mən bura bir reverse shell, yəni bura bir batch script yükləməliyəm və oradan məlumatı çəkməliyəm. Sual. Mən bunu eləmək üçün gələm bura open folderdan file system, USR, məsələn şeyə, gələm bura web shells, açaq, gəldi PHP shell, PHP dilində shell'a gəldi və görək burada yoxdur. PHP reverse shell'i Ctrl-C eləyirəm, yapışdıram, Ctrl-V, nüsxə qalsın və shell adını dəyişirəm, buradan shell PHP qoyaq, da uzun uzadı olmasın. Bir dənə də enter vururam, shell PHP oldu, içərisinə girəm, məlumatlar hara gedəcək yazıb, IP, təbii ki, məlumatlar hacker Kali olduğuna görə biz Kali deyil. IPA, Kali'nin apisi 100.172 və mən burada yazıram 100.172 və bunu silirəm. Yazıram 192.168.100.172 və hansı portuna ilə 1, 2, 3, 4 portu qala bilər. Yəni problem yoxdur, 192.100.172-yə gələcək məlumat. Bu qədər basit. Bir dənə də save yuxarıdan veririk, save. Deməli bu shell sistemə yüklənərsə hara gələcək? Yəni shell.php-yə gələcək məlumat. Yəni burada əsas bizim istəyimiz odur ki, belə deyək də lore dildə məlumat shell PHP-nin içinə yüklənsin. Və indi biz nə edəcəyik? Mən browse eləyirəm və desktopdan shell PHP-ni open eləyirəm, amma hələ yükləmirəm, upload eləməmişəm. Gəlirəm buradan burp suite-i yandırıram, keçən dediyim kimi. Gəlirəm buradan burp suite açıram. Burp suite-i açıram. Burp suite açılandan sonra buradan atacağım. Yəni burp suite-dən tutacağım, belə deyək də lore-də. Çünki mən nə demişdim? Burp suite browserla sistem arasında bir körpü də yarada bilir. Çox güclü proqramdır. Yəni biz onu dəfələrlə test edəcəyik. Əsasda dərslərə yenə deyim, ardıcıl baxın və hər suallar olarsa YouTube-un infosunda Instagram, TikTok, Facebook, saytım hamısı var. Girib orada da abunə ola bilərsiniz, sual verə bilərsiniz. Problemdə bütün sualları cavablandıracağım inşallah. Yəni əlaqə yarada bilərsiniz sonra ilə. İndi buradan gəlik proxy bölümünə. Proxy-də inceptor yandırıram. Keçən dediyim kimi buradan da proxy yanmalıdır. Mən burada upload eləyən kimi çək düşdü bura məlumat. Amma bu məndən, mən demişdim, bəzi sistemə, məsələn PPS ID görsən, ID-mdə, sessiyamda yükləndi, amma file name PHP. Mən amma bunu belə yükləyəmərəm, çünki bəzi saytlar PHP reverse shell kimi götürmür. Ona görə .jpg alladıram onu. Deyirəm, bu JPG-də qorxma, yüklə. Bax, burada allatdım onu və mən bunu eləməklə bilavasitə, belə deyək, forward irəli verirəm, uploads qolluğuna yükləndi, super, inceptor söndürürəm və bunu da söndürək, disable söndürürəm ki, mane olmasın. İndi mənim o faylım hardadır? Təbii ki, mənə dediyi kimi gələm freesti, düzdür? Axı mən o, belə deyək də, uploads nə fayl idi? Shell nöqtə, üzr istəyirəm, shell.php.jpg faylı idi. Çünki bu deyir ki, uploads'ın içinə yüklədim bunu. Buradan freestyle uploads shell php jpg-yə get. Və prosluşka ruslar deyir, yəni dinləməyə keçirəm. Çünki niyə? Çünki shell php-in içində məlumat shell yüklənərsə hər hansı bir sistemin daxilinə hara gəlsin? Kaliyə, hansı portla? 1, 2, 3, 4-lə. Reverse shell məntiq odur. Mən deyirəm, NC, netcat, xət, LVP, 1, 2, 3, 4 portun dinlə. Hoppa, listik hələ gəlməyib məlumat. Ən maraqlı hissə ondadır, hələ məlumat gəlməyib. Və məlumat gəlməyib
Mən indi bunu belə elədim. Visitə vuranda tak məlumat getdi. Əla. Super. Yəni bu onu göstərir ki, mən sistemin daxilində reverse shell-ı yüklədim, uploadsa, adını bilərəkdən PHP eləmədim. Çünki şübhə doğurar. JPG qoydum. Mən buradan verdim netcat məlumatı 1 2 3 4 ilə ötürdü bura. Və super. Biz hardayıq? Biz sistemin içindəyik və biz artıq gəlmişik. Məsələn, mən burada yazsam ki, Python mənim üçün xətt C. Məsəl üçün bilirsiniz də bunu keçiş üçün import məsələn pati точка запятой nöqtə vergül qoydum. Üz üstəyəm şey dedim. Pati nöqtə vergül məsələn burada əslində burada olmadı. Pati.spawn belə bir şey yazdırıq. Burada L ayda, orada L getdi. Pati, burada nöqtə vergül olmalıdır. Düzdür? Sonra pati.spawn. Yəni mən pati terminalına keçirəm. /bin/bash binbash script və belə və bir dənə də belə. Aha. Elədik, amma bəzən belənçidə keçmir. İndi ardında gedəcəm. Python-a dedim ki, import pati spawn binbash. Görsən hələ varazada keçməmişəm. Qovluq hələ havadadır da belə. Onda bir dənə də yazır. Export. Belə bir kodda yazırıq. Standart kodlardır bunlar. Duraq deyək ki, özümüzdən yazmırıq. Yox, standartdır. PS1. PS1-də yazıram bərabərdir. Ay, üz üstəyəm bu. Yazanda biraz uçur. PS1 məsələn işarə qoyuram. Burada yazıram 0.31m belə qoyuram. Bir dənə də slashdan sonra u işarəsi. İşarəsindən sonra /h. Yəni bu regex kimi gedir. O regex haqqında mən məlumat verəcəm. Gələcək dəstədə inşallah. W-dan sonra bir dənə də dollar, bir dənə də /e. Burada bir dənə belə, bir dənə də m. Bir dənə də belə qoyaq. Aha, gördünüz keçdi. Yəni bu iki dənə əsas terminallardır ki, daha doğrusu kodlardır ki, üzr istəyirəm. Bunlar bizi sistemdə keçməyimizə kömək olur. Görürsünüz, bura gəldik. İndi mən məsəl üçün belə eləsəm cd/var/www/html hoppa, ls bir FreeST falan bir sürü şeylər burada var və biz görürük ki, doğrudan da bunlar belə deyim də sistemin daxilində 1000 dənə fayllar falan belə var. Mən indi gələn dərsdən yenə də ardını gedəcəm. Buradan da məlumatlar verəcəm. Bura kimi gəldik. Deməli biz sistemdən getdik. Sistemin içinə keçdik. Görürsünüz yüklənmə gedir burada. Baxın yuxarı hissədə və gəldik bu hissəyə. Polnu oturum, yəni tam oturdu sistem və reverse shell-dan sistemə sızdıq. Və yenə deyirəm, dərslərə ardıcıl baxın. Çünki Burp-Suite keçən dərslərdə biz yükləmişik. Ardıcıl olsa heç bir problem olmaz. Əsas məntiqini başa düşün. Çünki reverse shell-ında məntiqi yenə deyirəm. Məlumat kalin, yəni Hackerə Hansport 1.2.4-lə və biz burada tıkladıq. Çünki məlumat uploadsa yüklənmişdi Burp-Suite-lə və tıklayan kimi netcat da bizi hara apardı? Həmən portdan bizim Kaliyə. Hardan? 129-dan. Hara? Kaliyə. Daha burada göstərir. Netcat dinləyir. Deyir 172. 129. Görürsünüz burada bir göstərir. 129 yuxarıda göstərir. 172-dən 170. Yəni 170 Kali. 129 da bizim sızdığımız sistem. Ondan sonra da oturumları, yəni sistem otursun tam deyə bunları yazdı komandalara. Python-la eksportu regex ifadələr kimi də bunu başa salacamsa regex kimi, yəni qarşılıq ifadələr kimi başa düşülür. Yəni lore dillə deyim. Və belə. Ondan sonra mən yenə də irəli mövzulara, yaxın mövzulara toxunacağım. Çalışın like verməyi unutmayın. Baxışınız nə qədər çox olsa mənə görə motivasiyam çox olar və çox videolar qoyacağam inşallah. Əlaqə yaratmaq istərkən Instagram, yenə deyəm TikTok, səhifənin infosuna əlaqə yarada bilərsiniz. Nə suallarınız olsa buyurun. İnşallah kiber təhlükəsizlik yenə deyəm tək CTF yox, daim üzərində məşğul olmaq, layihələrlə işləmək, Arduino tərəfi də var. Mən videolar çəkirəm, short videolar baxın. Orada da mən bir iki şeyə də başa salacağam. Burada da yəni hər tərəfli olmaq lazımdır. İndiki AI bilmək lazımdır ki, inşallah güclü mütəxəssis olaq. İnşallah Allah amanında görüşmək ümidi ilə sağ olun.